Uşaq beynindəki şəkər diqqət əksikliyi hiperaktiv pozuntu adlanır. Böyüklərin beynindəki şəkər Alzheimer və demensiyadır. Gözlərdəki şəkər qlaukoma, dişlərdəki şəkər kariyesdir. Dəridəki şəkər qocalıq və qırışlardır. Şəkər ümumiyyətlə xroniki yorğunluq və yuxusuzluq deməkdir. Qanda şəkər şəkərli diabetdir. Bədəndə şəkər xərçəng deməkdir. Bədəninizi nə ilə doldurduğunuzu siz seçirsiniz. Şəkər istehlakını məhdudlaşdırmaq tövsiyə olduqda bir çox insan cavab verir ki, zaten çox şirniyyat yemirəm ki. Amma məsələ təkcə mətbəximizdəki şəkər və ya mağazadakı şokoladlarla bitmir. Əslində, bugün şəkərdən tamamilə imtina etmək demək olar ki, mümkün deyil. Çünki o hər yerdədir. Lakin çıxış yolu var. Sağlam qidalanma və daha faydalı məlumatlar üçün səhifədəki videoları izləməyi unutmayın.